Əgər səhifəmə abunə olmusunuzsa, artıq öncəki videoları izləmişsiniz. Ona görə də rahat indi sizinlə Atkuda sualını müzakirə edə bilərik. Yox, əgər dinləməmisinizsə, mütləq səhifəyə keçid et və həmən o videoları dinlə. Yoxsa əks halda bu videonu tam başa düşməyəcəksin. Deməli, Atkuda sualını hardan cansızlara necə təsir edəcək? Hətta deyərdim ki, nəinki şəkilçilərə, hətta qoşmaya belə təsir edəcək. Nə demək istəyirəm bundan? Əgər siz где və kuda sualına cavab verəndə v qoşmasından istifadə etmişdinizsə, atkuda sualına cavab verəndə yerinə iz gətirəcəksiniz. Yəni, öncəki iki videoda məsələ müzakirə etmişdik mağaza. Məsələn, mən mağazaya gedəndə necə deyəcəm, mən mağazadayam, onu necə deyəcəm. İndi isə demək istəyirsiniz ki, mən mağazadan çıxmışam. Dediyim kimi, v qoşmasının yerinə iz qoşması gətirəcəksiniz. Və nəticədə nə olacaq? Ya вышла из və yaxud вышел из магазина. Əgər na qoşmasından istifadə etmişsinizsə, где kudada, atkuda da yerinə s ya da so gətirəcək. Yəni ki, məsələn, iş sözünü götürək. Kudada bir başqa şəkilçi idi, где-də bir başqa. Bəs atkudada necə olacaq? Məsələn, mən demək istəyirəm ki, mən çıxacam işdən saat 5-də. Я выйду с работы в 5 часов. Əzizlərim, əgər mənim kursumda 40 danışıq dərsi keçərək cəmi 2 aya rahat rus dilində danışmaq istəyirsənsə, onda ətraflı məlumatı aşağıda qeyd etmişəm, mütləq şəkildə yazıl və indidən başla. Yəni artıq nədir? Noyabrda deyərdim də. Yanvara rahat rus dilində danışmaq istəyirsənsə, mütləq videoyla, nömrə ilə əlaqə saxla. Və yaxud mesaj bölməsinə yazın, yenə də sizə geri dönüş edəcək. 11 illik müəllimlik təcrübəsi olan müəllimlər sevə-sevə səni bu dili öyrədəcək. Əgər canlı yayımlardan faydalanmamısansa, onda səhifəyə abunə ol və hər zaman canlı yayımlara gəl, gör dərslər necə keçirilir. Bundan əlavə, əgər belə bir videolardan faydalanmaq istəyirsənsə, sadəcə like etməyin kifayətdir. Sayəndə digərlərinin də qarşına çıxsın. Minnətdarım.